Hər vaxtınız xeyir, Obyektiv efirdədir. Bugün efirimizdə reabilitasiya müəssisələrində əlilliyi olan şəxslərə göstərilən xidmətlər barədə geniş söhbət açacağıq. Ölkəmizdə reabilitasiya mərkəzləri şəbəkəsinin genişlənməsi, yeni reabilitasiya üsullarının tətbiqi bu mərkəzlərdə xidmət göstərənlərin sayında ciddi artma imkan verib. 2018-2025-ci illərdə reabilitasiya xidməti göstərilən əlilliyi olan şəxslərin illik sayı 12 dəfəyədək artaraq 142 minə çatıb. Ancaq əsas məsələ bu xidmətlərin mahiyyəti və vətəndaşlar üçün necə təşkil olunmasıdır. Respublikanın müxtəlif şəhər və rayonlarından bizi izləyən tamaşaçılar üçün qeyd edək ki, reabilitasiya xidmətləri yalnız paytaxtla məhdudlaşmır. Regionlarda da eyni qaydada əlçatandır. Mövzumuzdan xəbərdar oldunuz. Həftənin sosial xəbərlərinin yer aldığı xülasədə isə daha çox cari sosial yönümlü hadisələrlə tanış olmaq imkanımız var. Bu barədə məlumatları birinci mənbədən, ölkənin sosial televiziya layihəsi olan Dost TV-dən öyrənəcəyik. Əsmər artıq bizimlədir. Hər vaxtınız xeyir, Əsmər. Salam, hər vaxtınız xeyir olsun xanım. Dost TV-nin studiyasından sizi və tamaşaçıları salamlayıram. Həftənin əsas xəbərləri ilə qarşınızdayıq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Hidayət Abdullayev, SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva və Beynəlxalq Əmək Təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya ofisinin direktoru Mixail Puşkin arasında görüş keçirilir. Görüşdə Azərbaycan ilə Beynəlxalq Əmək Təşkilatı arasında formalaşmış uğurlu əməkdaşlıq təcrübəsindən bəhs olunub və 2025-2029-cu illər üçün layiqli əmək üzrə ölkə proqramının əhəmiyyəti vurğulanıb. Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Naftalan Reabilitasiya Mərkəzinə mediatur təşkil edib. Mərkəzdə yaradılan şəraitlə tanış olan media nümayəndələrinə son bir ildə əlilliyi olan daha 5400-dən çox şəxsə burada reabilitasiya xidmətlərinin göstərildiyi bildirilib. Sosial Xidmətlər Agentliyi ilə Ədliyyə Nazirliyinin penitensiar xidmətinin əməkdaşlığı çərçivəsində xidmətin yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəsində sosial-psixoloji kabinet fəaliyyətə başlayıb. Məqsəd yeniyetmə məhkumların psixoloji vəziyyətinin qiymətləndirilməsi, onların sosial adaptasiya bacarıqlarının inkişaf etdirilməsi, cəmiyyətə reinteqrasiyasına dəstək göstərilməsi və həyat planlamasında düzgün istiqamətləndirilməsidir. Dövlət Sosial Müdafiə Fondu tərəfindən Respublika üzrə fevral ayının pensiya ödənişləri yekunlaşdırılıb. Fevralın 13-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda, habelə Naxçıvan Muxtar Respublikasında fevralın 20-sində isə ölkəmizin bölgələrində yaşayan şəxslərin cari ay üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib. Belə hörmətli tamaşaçılar, mənim sizə bu həftəlik sosial xilasə ilə bağlı çatdıracaqlarım bu qədər. Diqqətiniz Real TV-də olsun, Obyektiv davam edir. Hələlik. Təşəkkür edirəm Əsmər. Dost TV ilə birbaşa bağlantını izləyirdik. Studiyamızın qonağı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Bakı Reabilitasiya Mərkəzinin direktoru Vüsalə Kazımovadır. Vüsalə xanım, xoş gördük sizi, xoş gəlmisiniz. Xoş gördük. Dəvət elədiyiniz üçün təşəkkürümü bildirirəm. Bəli, bugünkü mövzumuz əlilliyi olan şəxslərin reabilitasiyasıdır və reabilitasiya xidmətlərinin əlçatanlığı, keyfiyyəti əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasında əsas rol oynayır. İstərdim söhbətimizə ondan başlayaq ki, hazırda agentliyin neçə reabilitasiya müəssisəsi fəaliyyət göstərir və bu reabilitasiya mərkəzlərində təqdim olunan xidmətlər eynidirmi, yoxsa müəssisələrdə fərqli xidmətlər təqdim olunur? Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin fəaliyyət istiqamətlərindən biri də reabilitasiya sahəsidir. DTSR tabeliyində 17 reabilitasiya mərkəzi fəaliyyət göstərir. Bunlardan biri protez ortopedik istehsalat və reabilitasiya mərkəzi, biri Bərdə Reha Point və 15-i isə reabilitasiya mərkəzidir. Bu reabilitasiya mərkəzlərindən 4-ü uşaq reabilitasiya mərkəzləri, 11-i isə böyüklər üçün nəzərdə tutulan reabilitasiya mərkəzləridir. Təşəkkür edirəm məlumat üçün. Əlilliyi olan şəxslərin reabilitasiya mərkəzlərinə stasionar qəbulu necə həyata keçirilir? Əlilliyi olan şəxslərin stasionar müəssisələrə qəbulu çarpayı fonduna əsaslanaraq həyata keçirilir və bu əlilliyi olan şəxsin ərazi üzrə tibbi sosial ekspert komissiyasına və yaxud dost mərkəzinə yaxınlaşmaqla özünün arzuladığı reabilitasiya mərkəzinə və ona uyğun olan tarixə rezervasiya formalaşdırır. Formalaşmış rezervasiya əsasında
mərkəzə qəbula 2 gün qalmış, mərkəz tərəfindən əlilliyi olan şəxslə əlaqə saxlanılır telefon vasitəsilə və ona reabilitasiya vaxtı xatırladılır və özü ilə gətirməli olduğu müvafiq sənədlər yenidən xatırlatma edilir və əlilliyi olan şəxs mərkəzə daxil olur. Bu zaman ilk olaraq qeydiyyat prosesi həyata keçirilir. Qeydiyyat prosesindən sonra qəbul prosesi başlayır. Qəbul zamanı əlilliyi olan şəxs multidisiplinar komanda tərəfindən qiymətləndirilir. Onun cari vəziyyəti və bu multidisiplinar komandanın tərkibində həm həkim, həm də psixoloq olur və bundan sonra əlilliyi olan şəxsə reabilitasiya proqramı tərtib olunur. Reabilitasiya proqramı stasionar qaydada 14 gün müddətinə tərtib olunur. Və tərtib olunmuş reabilitasiya proqramında əlilliyi olan şəxsin hansı tarixdə, hansı saatda, hansı otaqda, hansı xidməti alması barədə ətraflı məlumatlar qeyd olunur. Yəni proses tam detallı şəkildə ən son nöqtəsinə kimi siz tərəfindən bir plan əsasında təyin edilir. Bəli. Bu fərdi reabilitasiya planı əsasında tərtib edilir. Həmin planın bir hissəsi tibbi reabilitasiya, digər bir hissəsi isə sosial-psixoloji reabilitasiya xidmətlərindən ibarətdir. Stasionar, ambulator, tele-reabilitasiya. İstərdim ki, bu xidmətlərin siyahısını uzada bilərik. Bu barədə biraz ətraflı məlumat verərdiniz. Ümumilikdə Dövlət Tibbi Sosial Ekspertiza Reabilitasiya Mərkəzinin bütün reabilitasiya mərkəzlərində xidmətlər stasionar, ambulator, səyyar, icma əsaslı və tele-reabilitasiya olmaqla müxtəlif formalarda həyata keçirilir. Bəs vətəndaş, istər ambulator olsun, istər digər formalarda olan bu xidmətlərə müraciət etmək üçün hara yaxınlaşmalıdır? Əgər vətəndaşın seçimi stasionar reabilitasiya xidməti deyilsə, ambulator və ya digər reabilitasiya xidmətləridirsə, o zaman CK və yaxud DOST mərkəzinə yaxınlaşmağa ehtiyac yoxdur. O halda vətəndaş birbaşa reabilitasiya mərkəzinə yaxınlaşaraq xidmət ala bilir. Bəli, əlilliyi olan şəxslərin reabilitasiyası ilə paralel olaraq əlilliyin təyini sisteminin şəffaflığı və operativliyi də müasir texnoloji imkanlarla gücləndirilir. Bu yeniliklərdən biri əlillik təyinatında süni intellekt alqoritmlərinin tətbiqidir. Rəqəmsal həllərə nəzər salaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyin qiymətləndirilməsi prosesində süni intellekt modellərindən istifadə etməyə başlayıb. Süni intellekt modellərinin iş prinsipi əvvəlcədən daxil olunmuş əlillik diaqnozlarını analiz edərək yeni daxil olan əlillik diaqnozları barədə informativ xarakterli məlumatları təyinat prosesində həkimlərə çatdırmaqdır. Bu proses digər ölkələrdə də geniş istifadə olunur. Sosial müdafiə sahəsində Amerika, Estoniya, Hollandiya kimi ölkələrdə süni intellekt modellərindən çox istifadə olunur. Tətbiq çərçivəsində tibbi sosial məlumatların dərin təhlili və çoxmənbəli informasiya bazalarının inteqrasiyası nəzərdə tutulub. Bu, sənədlərin avtomatlaşdırılmış emalına və risk əsaslı qiymətləndirmə mexanizmlərinin daha da təkmilləşdirilməsinə imkan verir. Beləliklə, qiymətləndirmə zamanı qərar vermə prosesində həm sürət, həm də dəqiqlik əhəmiyyətli dərəcədə artır. Eyni zamanda, süni intellekt alətlərinin tətbiqi bu prosesdə vahid standartların formalaşdırılmasını və məlumatların sistemli şəkildə analiz edilməsini təmin edir. Bu isə mümkün uyğunsuzluqların operativ aşkarlanmasına imkan verir. Süni intellekt modellərindən istifadə əlilliyin qiymətləndirilməsi prosesində subyektiv yanaşmaların və potensial yanlışlıqların minimuma endirilməsi istiqamətində daha bir mühüm addım sayılır. Beynəlxalq yanaşmada reabilitasiya müəssisələrində ənənəvi üsullarla yanaşı alternativ metodlardan da istifadə olunur. İstərdim Azərbaycanın yanaşmasına da biz bir qədər nəzər salaq. Bizdə necədir? Azərbaycan bütün istiqamətlərdə yüksək inkişaf yolu keçdiyi kimi reabilitasiya sahəsində də beynəlxalq standartlara uyğun olan həm ənənəvi, həm də qeyri-ənənəvi reabilitasiya üsullarından istifadə olunur. Ənənəvi üsullardan reabilitasiyanın tibbi reabilitasiya bölməsi üzrə fizioterapiya üsullarından, müalicəvi bədən tərbiyəsi, mexanoterapiyadan, robotik reabilitasiyadan və balneoterapiya üsullarından istifadə olunur. Qeyri-ənənəvi üsullara gəldikdə isə burada rəqs terapiyasından istifadə olunur, yoga terapiyasından istifadə olunur. Qeyri-ənənəvi xidmətlərdən biri də ipoterapiya xidmətidir. Nəzərinizə çatdırmaq istəyirəm ki, reabilitasiya mərkəzlərində 2022-ci ildən etibarən ipoterapiya xidmətləri göstərilir. Bu atlarla olan bir terapiyadır. Bəli, burada demək
atlarla həm fiziki reabilitasiya, həm də mənəvi, orada əlilliyi olan şəxslərin atlara qulluğu və onlarla yaxın təmasda olması, həmçinin at üzərində öz tarazlığını saxlaya bilməsi, gövdə əzələlərinin işləməsi üçün müsbət töhfə verir atlarla terapiya. 2022-ci ildən indiyə qədər 1300-dən çox əlilliyi olan şəxs ipoterapiya xidmətindən yararlanmışdır. Həmçinin rəqs terapiyası istifadə olunur mərkəzlərimizdə. Bu da Dance Ability Azərbaycan İnklüziv Rəqs Məktəbi ilə birgə layihə çərçivəsində, birgə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Həmçinin yoga seansları həftənin 2 günü qrup terapiyası şəklində mərkəzlərdə yoga seansları keçirilir və yoga seansları əlilliyi olan şəxslər tərəfindən çox müsbət qarşılanır. Burada yenə də həm gövdə stabilliyi, həm psixoloji rahatlığı, həm əlilliyi olan şəxslərin bir-biri ilə toplanaraq müəyyən bir fəaliyyətdə iştirak etməsi çox müsbət geri dönüşlər verir. Qeyri-ənənəvi metodlar barədə həqiqətən məlumatsız idim və inanıram ki, bizi izləyən izləyicilər üçün də kifayət qədər maraqlı olacaq. Çünki bəzən reabilitasiya dedikdə insanlar düşünür ki, o qəbul prosesi, xüsusi plan hazırlanması uzun müddət çəkə bilər və bu kimi detallara, amma onları nəzərinə çatdırdıqda artıq bir maraq oyanır. Onlar da anlayır ki, bu çox şaxəlidir və eyni zamanda onların bir yox, bir neçə istiqamətdə bərpasına, cəmiyyətə yenidən qoşulmasına təkan verə bilər. Ümumiyyətlə, Vüsalə xanım, reabilitasiya müəssisələrinə vətəndaş müraciət etdikdən neçə müddət sonra cavab alır? Reabilitasiya mərkəzlərinə müraciət etdikdən dərhal sonra cavab alır və bu doluluq əsasında təmin olunur. Ən yaxın tarixə reabilitasiya xidmətinə stasionar qaydada, yox əgər xidmət seçimi ambulator və ya digər qaydadırsa, dərhal reabilitasiya xidmətindən istifadə edə bilir və bu xidmətlərdən biri də səyyar reabilitasiya xidmətidir. Mən bunun üzərində xüsusilə vurğu etmək istəyirəm ki, biz əlçatanlığı təmin etmək məqsədi ilə Dövlət Tibbi Sosial Ekspertiza Reabilitasiya Agentliyi evdə olan əlilliyi olan şəxslərə, yəni hərəkət məhdudiyyəti olan, yaşadığı məkanı tərk etməkdə çətinliyi olan vətəndaşlarımıza biz əlçatanlıq göstəririk və həmin vətəndaşlar evdə səyyar briqada tərəfindən xidmət alırlar. Yenə də bu xidmətlərə həm tibbi reabilitasiya yönündən müalicəvi bədən tərbiyəsi, müalicəvi masaj xidmətləri, psixoloji dəstək, ergoterapiya, loqoped dəstəyi kimi xidmətlər təklif olunur. Reabilitasiya mərkəzlərinin ümumilikdə 6000 nəfərə evdə xidmət göstərmişdir və bu xidmətimizdə çox müsbət qarşılanır vətəndaşlar tərəfindən. Yaxşı ki, bu məqama da toxunduq. Vüsalə xanım, bir vacib məqama da istərdim diqqət çəkək. Əgər biz reabilitasiyadan danışırıqsa, mütləq şəkildə Vətən müharibəsi iştirakçılarına da toxunmalıyıq. Vətən müharibəsi iştirakçılarının reabilitasiya prosesi necə davam edir və istərdim ki, müsbət hekayələrə nəzər salaq. Şanlı zəfərimizdən sonra Vətən müharibəsi iştirakçıları reabilitasiya səhhətində müəyyən problemlər yaranan, özünü ifadə qabiliyyətində hərəki məhdudiyyətləri olan qazilərimiz reabilitasiya mərkəzlərində xidmətə cəlb edilmişdir və ümumilikdə 3800 nəfər müharibə iştirakçısına reabilitasiya mərkəzlərində davamlı olaraq reabilitasiya xidmətləri göstərilmişdir. Yenə də bu xidmətlər həm tibbi, həm də sosial-psixoloji yönümlü xidmətlər olmuşdur və bu xidmətlərin nəticəsində 265 nəfər Vətən müharibəsi iştirakçısı tam reabilitasiya olmuş və öz sağlamlığına geri dönərək işlə təmin olunmuş və sosial həyatına tam olaraq qovuşmuşdur. Bu cür xidmətlərimiz davam edir və biz inanırıq ki, Vətən müharibəsi iştirakçılarının tam reabilitasiyasına nail olmağa davam edəcəyik.
Bəli, onların hər birinə əzm və can sağlığı arzulayırıq. Əslində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də rəsmi sosial media hesabları vasitəsilə Vətən müharibəsi iştirakçılarının uğur hekayələri yayımlanır və onlar artıq o barədə özləri məlumat verirlər və bu uğur hekayələrində onların keçdiyi yol nümayiş olunur, reabilitasiya prosesi necə keçdi, neçə ay davam etdi və sonda bir məqam var, mən onu izləmişəm. Sizin müəssisələrdə bir zəng çalırlar onlar. Bəli. O uğur zəngi layihəsi agentliyin Bakı Reabilitasiya Mərkəzində reallaşdırdığı bir layihədir. Bəli, həmin uğur zəngi sonda reabilitasiya olmuş 50 olan şəxslər tərəfindən vurulur və bu çox müsbət qarşılanır və onları biz pozitiv notlarda yola salırıq reabilitasiya olmuş şəxsləri. Və bu da bizim üçün çox, həm komanda üçün çox xoş bir abu-hava yaradır, həm həmin qazilərimiz üçün çox müsbət bir abu-hava yaradır. Bəli, verilişimizin sonunda biz də uğur hekayələrindən birini yayımlayacağıq izləyicilərimiz üçün. Odur ki, bizi sonadək izləməyə davam etsinlər. Vüsalih xanım, istərdim beynəlxalq yeni yanaşmaların öyrənilməsi məsələsinə də toxunaq. Təbii ki, sizin kollektivə birincisi səbir arzulayıram, çünki çox əhəmiyyətli, çox detallı bir işlə məşğul olurlar. Bu heyətin daha da təkmilləşməsi üçün hansı işlər görülür? Reabilitasiya mərkəzlərində olan əməkdaşların peşəkarlığı çox vacibdir. Bütün bu uğurlu nəticələrin arxasında peşəkar komanda, peşəkar əməkdaş dayanır və bizim mütəxəssislərin peşəkarlığının artırılması yönündə həm həkimlərin, həm fizioterapiya üzrə mütəxəssislərin, bundan başqa psixoloqların, loqopedlərin, ergoterapevtlərin hər birinin inkişafı üzərində böyük işlər görülür. Bununla bağlı Başkənd Universitetindən bu il memorandum imzalanmışdır və həmin memorandum çərçivəsində fizioterapistlərə, müalicə bədən tərbiyə təlimatçılarına və ergoterapiya, yəni əmək terapiyası üzrə mütəxəssislərə təlimlər keçiriləcək və bundan başqa son ötən illər ərzində isə Romatem şirkəti ilə bağlanmış müqavilə əsasında davamlı olaraq mərkəzin təlimatçıları, müalicə bədən tərbiyə üzrə təlimatçıları təlimlər keçmişdir və Romatem şirkətinin 4 fizioterapisti reabilitasiya mərkəzlərində çalışaraq öz təcrübələrini bölüşmüşlər. Bundan başqa psixologiya üzrə peşəkar mütəxəssislərdən davamlı olaraq təlim alırlar və eyni zamanda həkimlər həm agentliyin daxili təlimlərinə, həm də kənardan alınan təlimlərə qoşulurlar. Gördüyünüz iş böyük əmək tələb edir, amma nəticəsi fərəh doğurur. Bugünkü söhbətimiz üçün sizə təşəkkür edirəm Vüsalih xanım və fəaliyyətinizdə uğurlar arzulayıram. Dəvət etdiyiniz üçün, fürsət yaratdığınız üçün öz işimizi ekrandan vətəndaşlara da təqdim edə bilmədə çox təşəkkür edirəm. Çox sağ olun. Sağ olun. Qonağımızla söhbətimizi izlədiniz. Hər bir nikbin son ümidləri artırır. Bugün də belə olsun. Bir uğur hekayəsi ilə buraxılışımızı tamamlayaq. Biz əlilliyi olan hər bir şəxsə can sağlığı, güc və mümkün reabilitasiya istiqamətində əzm arzulayırıq. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Hələlik. Mən Əliyev Nizami Eldaroğlu, Aspetrol şirkətində işləyirəm. Bura gələnə qədər mənim bir müharibə yolum olub, inanmayacaqsınız, amma əlilliyim də olub. ...27 sentyabr 2020-ci ildə Ali Baş Komandanın əmri ilə tabur komandirləri olaraq xüsusi təyinatlı qüvvələrin tərkibində Füzuli, Cəbrayıl istiqamətində döyüşlərə başlamışıq. 30 sentyabr tarixində Füzuli rayonunun Qaraxanbəli kəndi istiqamətində döyüşlərdə ağır yaralanmışam. Yaralanmam onurğa beyin ağır zədələnməsi, boyun hissəsində qəlb yarası idi. Uzun müddət hərbi hospitalda müalicədən sonra Sosial Müdafiə Nazirliyi tərəfindən əlilliyim təyin olunduqdan sonra müxtəlif reabilitasiya mərkəzlərində elektroforez, fonoforez, kiçik motorikanın inkişaf istiqamətində müalicələr, oynaq hərəkətləri üçün spesifik məşqlər, çiyin çarxı ilə hərəkətlər, əzələ stimulyasiyası və əzələləri inkişaf elətdirmək üçün spesifik məşqlər kimi reabilitasiya xidmətlərindən istifadə etdim.
Mən reabilitasiya oldum. İşləyirəm, cəmiyyət içərisindəyəm, cəmiyyətə qayıtmışam. İşlədiyim qurumda, kollektiv arasında özümü gözəl hiss eləyirəm, cəmiyyətə yararlı hiss eləyirəm və bunun nəticəsində də dediyim kimi cəmiyyətə qayıtmış hiss eləyirəm özümü. İstəyirəm hamı bilsin ki, mənə əlillik yox, sağlam şəkildə həyata davam etmək lazımdır.